Sual: İmam Mehdi Əcələllahu Teala fərəcəhuş şərif zühur etdikdən sonra biz necə yaşayacağıq? Əgər bir şəxs salih əməl sahibi olsa, amma atası, qardaşı, dostu onu kim olmasalar, belə olan halda necə olacaq? Həmən salih şəxs İmam Məhdinin hakimiyyətində tək qalacaq. Düzəlmiş binalar və yaşayış yerləri dəyişəcək. İmam Məhdinin dövlətini necə təsəvvür edək? Cavab: İmam Məhdinin Əcələllahu Teala fərəcəhuş şərif köməyinə nail olmuş şəxsin salih olmayan ata və ya qardaşa ehtiyacı olmayacaq. Çünki onun hakimiyyəti salihlərdən ibarət olacaq. Möminlər öz imamının etdiyi işlərdən razı qalacaqlar. Ona görə də gərək insan özünü o məqsəd üçün hazırlasın. Qeyb zamanında bu duanı tez-tez təkrar etmək lazımdır. Allahım, məni onun görəcəyi işə razı olanlardan qərar ver. Cami-i Kəbirə ziyarətini oxuyarkən bu sözə çatdıqda mənasına diqqət edin. Atam, anam, öz canım və malım sizə fəda olsun. Dildə bu zikri təkrar etməklə yanaşı mənasını da özünüz cəm edin. Bütün hallarda gərək şiə Rəsulullahın səllallahu əleyhi və alihi və səlləm sözünün nümunəsi olsun. Mənə olan sevginiz özünüzdən, əhl-i beytimə əleyhissalam olan sevginiz öz əhl-i əyalınıza olan sevgidən üstün olmayan qədər iman gətirməmiş sayılmazsınız. Biz gərək İmam Məhdinin hakimiyyəti üçün elmi cəhətdən və şəriətin qarşımıza qoyduğu digər cəhətlərdən istifadə edək, əlimizdən gələn köməkliyi edək.